var, Amma olmur yox, zaman elə deyil. dərman. O, yəni, o elə şeyi unutmaq olar. O, yəni, mümkün deyil. O çətinlikdən, hələ də o çətinlik içindəyəm mən. Mən hələ də onu bitirməmişəm. Hələ də mən o çətinliyi qurtarmamışam. Mən hələ də bu həyəcandan, bu qorxudan, bu stresdən çıxmaq üçün mən çabalayıram. Mən hələ də qurtarmamışam və düşünürəm ki, Allahım mənə kömək olacaq. Mən bunu atlatacağım. Çünki nə bilim, ay Səidə xanım, həyatda bəzən elə şeylər var ki, onlar danışmaq olmur. Bəli. Məsələ var. Yəni, bir böyük sınağınız da var da qarşıda. Mütləq. Mən onu qurtarmalıyam və rahat nəfəs almalıyam deməliyim. Çox şükür ay Allah, mən artıq balalarımın yanında bilirəm. Mən hər gecə uşaqlarıma baxanda ağlayıram, qorxuram. 4 ay qaldı həbsxanada, səhv eləmirəmsə, yoxsa? 3 ay. 3 ay. Gör orada nə qədər insanlar var ki, onlar illərlə orada balalarını həsrətdir. Qapısını açmayan adamlar var orada ki, Çox elmsiz nətər, artıq 3 ildir, 4 ildir artıq oradadılar. Və bir dəfə yox, artıq bir neçə dəfə də ora düşürlər. Mən orada belə bir söz deyirdim, bura görən, buranı görən adam ikinci dəfə buranı gələ bilər. Yəni burada olan çox o taleləri yaşayan insanlar var. İstəyir qadın olaraq, yəni istəyirsən oranı kişi görüb ora olaraq. təzədən necə gəlmək olar? Mən əslində saxlama məntəqəsindəydim, yəni. Amma orada məhbus həyatıdır.